Salam əziz abituriyentlər, bugün biz sizə kompleks obyekt bölməsinə aid izah vermək istəyirəm. Mövzu izah etmək istəyirəm. Baxaq, kompleks obyekt nədir? Kompleks obyekt mürəkkəb tamamlığı. Tamamlıq iki hissədən ibarət olur. Sadə tamamlıq olur, mürəkkəb tamamlıq olur. Sadə tamamlıq demək bir nitq hissəsindən ibarət olur. I like her. Mən xoşlayıram onu. Amma mürəkkəb tamamlıqda ikinci hissəsi müxtəlif nitq hissələrindən ibarət ola bilər. Bir neçə nitq hissəsindən ibarət ola bilər. Və mürəkkəb tamamlığı o deməkdir ki, mürəkkəb tamamlığının tərkibində bir hissəsində xüsusi feillər və feillərdən sonra gələn obyekt halda olan tamamlığımız olur və ondan sonra da bir başqa feil gəlir və üçlü funksiya formasında tamamlığı təşkil edir. Mürəkkəb tamamlığı öyrənərkən biz nəyə fikir verməliyik? Mürəkkəb tamamlığı təşkil edən feillər birinci hissədə dayanan feillər müxtəlif formada ola bilər. Məsələn, öndə bir feil gəlir, hardan yazaq, buradan yazaq. Öndə bir feil gəlir, hər hansı bir feil. Ondan sonra obyekt halda olan bir əvəzlik gəlir, sonra yenidən bir feil gəlir. Və burada ikinci feilin gəlməsi öndəki feildən asılıdır. Öndəki feil, əgər kateqoriyalara bölmüşük o feilləri, öndəki feil əgər birinci kateqoriyadan olan feildirsə, əlbəttə ki, digər feilə təsir edir. Birinci kateqoriyamız bizim let və make feilləridir və bu feillərdən sonra biz to hissəciksiz feil istifadə edirik. To hissəciyi yazmırıq. Yəni, məstər gəlir, ancaq to-suz məstər gəlir. Biz bilirik də to nə deməkdir? To feilin qabağında gələn məstər hissəciyidir. Məsələn, deyirik ki, gəl. Mak artıranda ora gəlmək deyəndə artıq bu olur məstər, feilin adı olur. Yəni, isimlə feilin xüsusiyyətləri birləşir, məstər yaradır və bu feillərin qabağında to hissəciyi də onun mak-mək olan hissəsidir. Və bu to let feilindən sonra gələn hissədə isə biz to hissəciyindən istifadə eləmirik. Yəni, belə çıxır ki, birinci kateqoriyanın feilləri heç bir zaman özündən sonra to qəbul etmir. Amma make-dən sonra, daha doğrusu made-dən sonra siz to-nu görə bilərsiniz. Bu nə zaman baş verə bilər? Bu, öncə mən sonraki mövzularda izah edəcəm yenə ardıca. Bu, passive voice-da baş verə bilər. Yalnız made-də dəyişiklik baş verir. Keçək birinci kateqoriyadan olan feillərimiz və ondan sonra nələr gələ bilər. Demək, birinci kateqoriyadan olan feil, üstə gələk, obyekt halında olan tamamlıq. Obyekt halında olan tamamlıqları gəlin bizə xatırladaq, biz obyekt halında olan tamamlıqlarımız hansılardır? Yəni, obyekt halında olan əvəzliklər bölməsinə fikirləşək ki, əvəzliklər nələr idi? Demək, obyekt halında olan əvəzliklərimiz object pronoun hansılardır? Bura təmizləyək, daha rahat izahat verək, təmizləyək, bircə dəqiqə. Böyük formada götürək, bir dəfəlik təmizləyək. Və demək, obyekt halında olan əvəzliklərimiz hansılarda onları qeyd edək. Object pronouns. Demək, me, you, yadınıza salaq bunları. Bunları bilmədən tapşırıqları işləmək çətin olur. Me, you, kişi cinsində him, orta cinsdə it, qadın cinsində her, biz olur us, you elə olduğu kimi qalacaq, onlar da olacaq them, onları, onlara. Bunların tərcüməsində yönlük və təsirlik hallardan istifadə olunur. A, ə və onları, onlara. I, i, u, ü. Azərbaycan dilinə tərcümə edəndə sonlarında A, ə şəkilçisi və I, i, u, ü şəkilçisindən istifadə olunur. Yəni, biz obyekt halı öyrənərkən, yəni əvəzlik bölməsində obyekt halı öyrənərkən onu qeyd etmişdik ki, əgər siz görsəz ki, feil gəlir, feildən sonraki hissəyə biz obyekt halı qoyuruq. Və həmən feildə, bu feillərdən hər hansı biridirsə, ondan sonra bir də feil gəlməlidir. Burada növbəti bir feil olmalıdır. Burada olan obyekt halında olan tamamlıq özündən sonra da bir də tamamlıq istəyir. Yəni, bir də məstər istəyir, feilin ad hissəsini istəyir. Və bu necə olur? Əgər bu feillər birinci kateqoriya feilləridirsə, özlərindən sonra gələn tamamlıq to-suz işlənəcək. Bunu dedik. To olmayacaq. İkinci kateqoriya feilləri isə, ikinci kateqoriya feilləri hissiyyat bildirən feillərdir. Onlar hərəkət bildirmirlər. Hərəkəti sadəcə olaraq ehtiva edirlər. Hərəkəti hiss edirlər. Məsələn, saw görməkdir, see onun indiki zamanı. To notice hiss etməkdir. Keçmiş zamanda noticed olur idi. Təkcə d artırılır. To watch izləmək deməkdir. Watched keçmiş zamanda
izlədi deməkdir. To feel, hiss etmək, felt keçmiş zamanın formasıdır. To hear, eşitmək, heard, eşitdi. To observe, müşahidə etmək, observed, müşahidə etdi. Bunlardan sonra biz ya ing-li fe'l işlədirik, ya da to'suz fe'l işlədirik, to'suz məsdər. Fe'l gələcək, amma to olmayacaq qarşısında. İki formada istifadə olar. Biri ing-li, uşaqlar bəzən çaşırlar, deyirlər müəllim, bir to'suz fe'l olar, plus da ing. To'suz ing-li fe'l olar. Deyirəm yox, həm to'lu, to'suz, yəni fe'l to'suz olacaq. Məsələn, play, özündən sonra gələn fe'l tutaq ki, playdir. Bir də playing də olar. Həm play olar, həm də playing olar. İki forması ikisi də mümkündür. Bu hansı fe'llər oldu? Əlbəttə ki, hissiyat bildirən fe'llər. Hərəkəti ehtiva etməyən fe'llər. Onlar da bizim to see, to notice, to watch, to feel, to hear, to observe. To observe keçmiş zamanlarında sizə qeyd elədim. Bu fe'llərdən sonra biz ing-li, sonunda ing olsun, yəni fe'lin sonunda, yəni participle 1 götürmək lazımdır. Ya da ki, verb, to'suz verb, yəni məsdər, infinitiv forması gələcək. Bəs bizim üçüncü kateqoriyamız nədir? Üçüncü kateqoriya fe'lləri, ümumiyyətlə bunların sayı həddindən artıq çox yazmaq olar. Çünki üçüncü kateqoriya fe'lləri o fe'llərdir ki, bütün, yəni demək olar ki, bütün fe'lləri üçüncü kateqoriyana aid etmək olar. Üçüncü kateqoriya fe'llərində biz nə edirik? Özündən sonra to'lu məsdər gəlir, hər zaman to işlədəcəksiniz. Fe'l to ilə bərabər istifadə olunacaq və bu fe'llər hansılardır? Ən çox istifadə olunanları qeyd eləmişik. To want, istəmək deməkdir. Keçmiş zamanda wanted, istədi. To expect, gözləmək, expected, gözlədi. Would like, istərdim, istəmək deməkdir o da. Would like, elə keçmiş zamanda da would like kimi istifadə olunur. To tell, olacaq told. To tell fe'lində ümumiyyətlə özündən sonra to'lu məsdər tələb edir. Amma to tell fe'lindən sonra birbaşa to heç vaxt istifadə eləmək olmaz. Bunu yanınızda saxlayırsınız ki, to tell-dən sonra to yaza bilmərsiniz. To tell to, kiməsə nəsə demək. Tell to'suz istifadə olunur. Amma məsdər olaraq qarşısında to tələb edir. Bu necə baş verir? Çünki tell-dən sonra bir də biz bura obyekt yazmalıyıq. Yəni object, pronoun ola bilər, başqa bir söz ola bilər. Plus verbin qarşısında to olacaq. Yaxşı, yəni burada obyekt halı olmasa, tell-dən sonra to-nu yaza bilmərsiniz. Bunu yanınızda saxlayın. To ask fe'li, ask soruşmaq deməkdir, keçmiş zamanda asked. To allow, icazə verməkdir, keçmiş zamanda allowed olacaq. To try, cəhd etmək, çalışmaq, tried, keçmiş zamanda. To advise, məsləhət görmək, advised, məsləhət gördü. Permit, icazə vermək, permitted. To remind, xatırlatmaq, reminded, xatırlatmış, xatırlatdı. To recommend, məsləhət görmək. To recommend it, keçmiş zamanıdır. To order, order it. To wish, wish it. To know, knew, keçmiş zamanda qaydasız fe'ldir. Teach, taught, keçmiş zamanda o da qaydasız fe'ldir. Bunlardan sonra hər zaman to'lu məsdər gələr. Məsdər to hissəci ilə bərabər istifadə olunar. Biz bu fe'lləri öyrənərkən nəyə diqqət eləməliyik? Demək, fe'llər hər zaman olduğu kimi özündən sonra tamamlıq tələb edir. Tamamlığımızda ya obyekt halda olan əvəzliyi olacaq. Obyekt halda olan əvəzliyi yoxdursa, ya adlıq halda olan adam adı ola bilər. Məsələn, John. Adlıq halda olan adam adı ola bilər. Və yaxud da somebody. Somebody. Body. Sonra anybody, anyone. Qeyri-müəyyən əvəzlilərdən hər hansı biri ola bilər. Adam adları ola bilər və yaxud da yiyəli halda ola bilər. My sister. Yiyəli halında birbaşa sisterlə və yaxud da ismi yiyəli halında istifadə olunan hər hansı bir söz ola bilər. İsmi yiyəli halında buradan yazaq ki, bilinsin. John yazmışdıq, elə yazaq. John's apostrof S sister. John'un bacısı. Buradan qeyd eləyək. Yəni, hər hansı bir sözlər istifadə oluna bilər. Təkcə obyekt halı axtarmayın variantlarda. Ola bilər obyekt halından ifadə olunmayıb.
Ondan başqa dediyim kimi yəli əvəzliyi ilə istifadə olunub. Ya my sister, mənim bacım, John şəxs adı istifadə olunub və yaxud da qeyri-müəyyən əvəzliklərdən somebody, anybody, anyone, someone kimi əvəzliklərdən istifadə olunub və yaxud da John'un bacısı, dostumun atası, qardaşımın dostu, bu tipli sözlərdən hər birindən istifadə oluna bilər. Obyekt halında, yəni burada bizim kompleks obyektin tərkib hissəsində olan hissədə bu əvəzliklərdən, bu sözlərdən hər hansı biri gələ bilər. Bu normal haldır. Və biz nəyə diqqət eləməliyik? Dediyim kimi, to make feili made formasında passive voice-da özündən sonra to qəbul edə bilər. Bu qaydanı yadınızda saxlayın. Ola bilər testdə sizin qarşınıza çıxa bilər ki, made feilidir, amma qarşısında to-lu variantı seçiblər. Nəyə görə? Çünki made-in qabağında gəlin bura təmizləyək, təmiz edək, rahat görə bilək. Ola bilər sizin qarşınızda belə bir feil ola bilər. Bircə dəqiqə. Qarşınızda hər hansı bir, baxın, feil yazılıb, made feili və özündən sonra gəlib to-lu məzdər. Made him to, yenə də mən çox yuxarıdan yazdım. Aşağıya salaq biraz, aşağıdan rahat-rahat yazaq. Çox böyük oldu. He, daha doğrusu he, buradan biraz yer qoyaq. Biraz qaldıraq yuxarı. Buradan qeyd edəcəm bircə saniyə. Demək, baxın, belə bir halda görə bilərsiniz. Burada bir şey olar. Made him to go. Görə bilərsiniz ki, to ilə istifadə olunub. Bəs bu necə baş verib? Cümlədə to ilə istifadə olunub. Demək ki, bu made-in qarşısında bir dənə to be-nin hər hansı bir hissəciyi olub. Yəni, made passive voice-da istifadə olunub. Əgər made-i siz tək yox, qarşısında to be ilə bərabər görərsinizsə, demək o passive voice-dadır. Və passive voice-da made-dən sonra, özündən sonra məzdəri to hissəciyi ilə qəbul edir. Bunun qaydasını yadınızda saxlayın. Demək, biz dedik ki, let make feillərindən sonra heç vaxt to hissəciyi istifadə olunmur. İstisna al, gəldi çıxdı bizim qarşımıza. O da make feilinin passive voice-da istifadə olunan versiyasıdır. Bunu təmizləyək. Başqa və tell feilini dedim sizə ki, tell feilindən bir də feedback eləyirik ki, tell feilindən sonra to hissəciyini dərhal yazmaq olmaz, amma özündən sonra to yox, özündən sonra tutaq ki, him və yaxud da her, somebody obyekt halda olan əvəzliyi yazıb, ondan sonraki hissədə isə to, do feillə bərabər istifadə edə bilərsiniz. Bu bizim ümumi qaydamızdır. İkinci halda biz nəyə fikir verməliyik? Demək, biz bir fikir verməliyik ki, cümlədə and bağlayıcısı varsa əgər, and bağlayıcısı varsa, nə baş verir? Cümlənin and bağlayıcısı olması cümlədə həmcinsliyi formalaşdırır. Yəni, həmcinsdir, cümlənin hər iki tərəfi bir-birinə həmcinsdir, uyğun gəlməlidir və əgər cümlənin birinci tərəfindəki feilimiz özündən sonra ing tələb eləyirdisə, birinci tərəfdəki feil, ing tələb eləyirdisə, and-dən sonraki hissədə də ing olacaq. Əgər özündən sonra feili verb formasında, yəni go formasında tələb eləyirdisə, digər tərəfdə də feilimiz go olacaq. Yəni, ikisi də bir-birinə bərabər olmalıdır. Going idisə, going olacaq, go-dursa, go formasında yazılacaq. Yəni, siz and bağlayıcısına fikir verməlisiniz. And bağlayıcısında yalnız to ilə olanlarda dəyişiklik baş verir. Əgər birinci tərəfdə tələb olunan feil, üçüncü kateqoriyanın feillərindən hər hansı biridirsə və özündən sonra to-lu məzdər tələb edirsə, to plus verb tələb edirsə, and-dən sonraki hissədə isə sadəcə verbi yazırsınız. Çünki to-nu birinci tərəfdə yazmısınızsa, ikinci tərəfdə yazmağa ehtiyac yoxdur. Çünki o hər ikisinə aid olur. Bircə dənə to-lu feillərdə təsir eləmir. Qalan hallarda isə necə varsa elə də yazılacaq.
Yəni bilirik ki, ing gəlsə, ing gələcək, onsuz da to-suz istifadə olunur. To-suz məstər gəlibsə, to-suz məstər gələcək. Amma to bir dənə verilibsə, ikincisinə yazmağa ehtiyac yoxdur. Çünki hər ikisinə aid olur. Belə bu mövzu haqqında istərdim ki, biraz test eləyək. Baxaq testlərə. Görək siz testləri necə izah edə biləcəksiniz. Baxaq testlərə. Aşağı. Aşağıda bir testimiz var. Baxaq bu testin izahına. Sizdən artıq dərəcədə xahiş edərdim ki, ilk öncə testə baxarsınız. Düzgün variantınızı rəy bölməsinə yazarsınız və biz sonra testi izah edək. 1-2 saniyə sizə vaxt verim, siz yazın. Baxaq indi izaha. Əminəm ki, siz artıq rəy bölməsində düzgün variantı tapmısınız. Və biz dedik ki, so feili, baxırıq birinci tərəfdə duran feilimizə. Birinci tərəfdə duran feilimiz heç bir zaman, daha doğrusu hər zaman özündən sonra gələn feilə təsir edə bilir. Təsir edir və burada da and bağlayıcımız var. Demək ki, indi keçdiyimiz qaydaya aid olaraq see, so feili demək nə idi? Hissiyat bildirən feillərdir, görmək deməkdir. Və biz ondan sonra nə işlətməliyik? See plus ya feilin sonunda ing ya da to-suz məstər. Yəni verb yalnız to-suz versiyada istifadə olmalıdır. Baxaq görək hansında zaman uzlaşması var, təmizləyirik. To-lu feil var, bunu da təmizləyirik. Qalır 2 variantımız. 2 variantımızda da and bağlayıcısından ikinci tərəfdə to-nu istifadə edə bilmərik. Ona görə də nə edirik? İkisi də playing, building olan hissələri düzgün variant olaraq B variantını götürürük. Belə, keçək digər testin izahına. Baxaq o birisi testimizə də. Siz ilk öncə rəy bölməsinə qeydlərinizi aparın. Görək necə yazırsınız. Düzgün variantı seçin. Və indi isə izah edək. Baxaq. His boss made him. Onun bossu onu məcbur etdi. Late every evening. Gecikməməyə məcbur etdi. Demək, baxaq görək necə yazmaq lazımdır. Made feilindən sonra nə tələb edirdi? Birinci kateqoriya feillərdir. Özlərindən sonra verb, phrase, to-suz feil istəyir sadəcə bizdən. Feilin birinci formasını istəyir, özü də to-suz. Və baxaq. To-la olanı təmizləyirik. Zaman uzlaşması olduğuna görə təmizləyirik. Staying hissiyat bildirən feil deyil. Ehtiyac yoxdur yazmağa. Burada da zaman uzlaşması var. Ona görə S-lə olan versiyanı yaza bilmərik. Qalır stay A variantımız. Və diqqətli olmaq lazımdır ki, əgər burada made-in qarşısında hər hansı bir is, was, to be-nin hər hansı bir formalarından biri olarsa, will be hətta ola bilər. Will be görərsinizsə, demək ki, sizin feiliniz məhsul növdədir, made feiliniz. Ondan sonra to hissəcili feili götürə bilərsiniz. Amma digər halda isə siz made-i öz kateqoriyasına uyğun davrandırmalısınız. Yəni, öz kateqoriyasına uyğun seçim etməyə məcbur etməlisiniz. Belə, əziz dostlar, əgər bu tip izahları görmək istəyirsinizsə, bizim rəy bölməmizə plus qoyun və hər zaman aktiv olun.